at var da şəxs özünə məxsus. Sahibkar fermerəm. Bu dağçadır, bir yaşar. Kəsirəm qardaş, aparıram Bakıya. Şəxsi istifadə eləməsin. Balların başlayacaq. Ət bahadır 20 manatdır. Qardaş 20 manat. Bu mənə 10 manat. Yerik də qardaşlar, xeyrimiz var, şərimiz var, toy var, yas var. Özümüz yeri istifadə edirik, özümüz üçün. Kimiz də düşəndə qoy, kimiz anlatmırıq ki, dənəduzluq eləyək. Satış eləyirsin var. Satış yox. Özümüz yeri istifadə edirik. İstəyənlər olsa satarım 10 manat kilo. İstəyən yoxdur, olsa. Amma tükanım yadım yox, heç bir yerdə qoyam onu satam. Yəni elə bir şey yox. Kimsə Allahdan mal adı ilə daşı satam. Mənə o şərəf və ləyaqətimə sığışmaz. Mənim şükür Allah hər şeyim var. Heç yerdə ehtiyac yoxdur. Bir də daşı yeyirəm də, daşı xoş yeyir. Ətin gözəliyinə baxın. Masallı rayonunda Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və Masallı rayon polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kiloqram ət aşkarlanıb. Baxış zamanı məhsulun müvafiq müşahidə edici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilir. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabiroğlu tərəfindən qanunsuz olaraq kəsildiyi və Nissan markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub. Yararsız ət saxlanıca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Fakt üzrə araşdırmalar davam etdirilir. O belə nə qədər çəksən səndə də? Kameraya girirsən. O nə deyil?